Salamlar, vaxtınız xeyir olsun. Mən Güzel Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzi insanlar var, ümumən heç şəxsi münasibətə girmirlər və daimi olaraq ondan qaçırlar. Bu insanın heç şəxsi həyatında aldığı travma olsa, deyərəm ki, sənə cəhənnəmdə bu travmanı almısan, əşrət olsun, lazım deyil münasibət. Bir də var ki, heç bu münasibətin astanasına belə gəlməmsən. Yanına, yörəsinə, yaxınlığına qətiyyən olmamısan, heç bilmirsən ki, şəxsi münasibət nə. Sadəcə bu nədən bağlıdır? Xüsusən qızlarda olur, oğlanlara fərq olaraq. Bir münasibətdə padurqasının yaxud rəfiqəsinin tez-tez ayrıldığını, mübahisələr, yaxud sənin pis olduğunu, aralarında ona sən gitsən, buna sən dəlisən, xəstəsən kimi şuuraltı ifadə səsləndiğini görəndə münasibətdən qopurlar. Və ondan kənarlaşırlar. Çünki beyin mitoloji olaraq o şeyi inkar etməyə başlayır. Və sən xəstəsən, dəlisən kimi aralarında bir-iki münasibətin təhqiramiz, kobud olaraq sözlərini gördükdən sonra artıq münasibətə qarşı bir növ istəmsizlik və heç zaman, əgər bu şey olacaqsa, deməli heç vaxt olmayacaq. Çünki bu bundan görə çirkindir. Çalışın hər zaman qarşı tərəfdən yaxud kənar olan şeylərdən, belə deyə təsirlərdən nəysəni siz götürməyin. Götürsəniz heç zaman heç bir münasibət olsun, yaxud başqa bir iş olsun, diqqət ayıra bilməyəcəksiniz. Çünki sizi çirkindirəcək bir səbəblər var. Kənar təsirlər mütləqdir ki, buna təsir edir. Nə qədər diqqət etməsən də, qismən nəzər, beyin onu, sən qaçsan da o götürəcək. Belə. Çalış sən diqqətini yaxşı şeylərə götür, pis şeylərə götürmə. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Qoşulmaq istəyənlər şəxsi mesaj verməsin, məlumat verə bilər, yaxud sualları olan şəxslər soruşa bilər.